Hər vaxtınız xeyirli olsun. Təqsirləndirilən şəxs Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində olan cinayət işi üzrə açıq keçirilən məhkəmə prosesini növbəti baxış iclası zərərçəkmişlər və zərərçəkmişlərin hüquqi varislərinin ifadə verməsi ilə davam edir. Həmin zərərçəkmişlərin ifadələrinə əsaslansa, törədilmiş cinayətləri 3 hissəyə ayırmaq olar. Bir qrup zərərçəkmiş ifadəsində bildirirlər ki, əsasən də 2020-ci ildən sonra Ermənistan silahlı qüvvələrinin qalıqları və qanunsuz erməni silahlı dəstələri Azərbaycanın mövqelərini, yaşayış məntəqələrini, mülki obyektləri iri çaplı silahlarla atəşə tuturdular. Nəticədə çoxsaylı vətəndaşlarımız yaralanıblar, həlak olublar, eyni zamanda sağlamlıqlarını itiriblər. Həmin zərərçəkmişlər ifadələrində bildirirlər ki, törədilmiş cinayətlər zamanı həlak olanların, yaralanan şəxslərin hətta təxliyəsinə belə imkan verilməyib. Tibb işçiləri ifadə verirlər. Tibbi sahədə xidmət göstərən vətəndaşlar, hansı ki, həmin hadisələr zamanı yaralanıblar, bildirirlər ki, düşmən onları da atəşə tuturdu. Yaralıların təxliyəsinə imkan verməməsi səbəbindən vətəndaşlarımız həyatını itiriblər həmin vaxtda. İkinci qrup, bir qrup zərərçəkmiş isə onlar bildirirlər ki, Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi mina terroru nəticəsində zərər çəkiblər və ifadələrində qeyd edirlər ki, həmin minaların böyük əksəriyyəti 2020-ci ildən sonraki dövrdə bastırılmış minalar olub və əsasən də Ermənistan istehsalı olan minalar olub. Üçüncü qrup və zərər çəkmiş ifadələrində bildirirlər ki, onlar əsir və girov götürüblər. Əsir girov saxlandığı müddətdə onlara qarşı işgəncələr verilib. Həmin vaxtda isə Ermənistan beynəlxalq hüququn, humanizm prinsiplərini, beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozub. Məhkəmə prosesi açıq keçirilir. İş üzrə keçən çoxsaylı sənədlər prosesdə həm də elan olunur və tədqiq edilir və qeyd edək ki, Ruben Vardanyan da məhkəmə prosesində hər və çoxsaylı vəsadətlərinə çıxış edir. Təbii ki, qanun çərçivəsində olan vəsadətləri təmin olunur. Açıq keçən məhkəmə iclası ilə bağlı bizim xəbərlərin növbəti buraxılışında geniş reportajımız olacaq. Bu saatə isə Bakı məhkəmə kompleksinə çatdıracaqlarımız bu qədər deyərək sözü yenidən mərkəzə studiya ötürürük.